Bunu çox eşitmişsiniz, çox alimlər danışıb. Nəsə ürəyimə gəldi ki, bizim əziz qardaşımızın evində elə bunu deyim və sonra sözü məddahlarımıza verim. Adını deyirlər Yaqub adında bir adamdır. Küfədə yaşayır. Anası deyir, istəyir İmam Hüseynin görüşünə gəlsin. Oğluna deyir ki, mən apar İmam Hüseyinlə görüşdür, qalan bir amansız. Bu deyir, darıxma, mən işləyərəm, çalışaram, pul qazanaram, apararam, imkanım yoxdur. Nəysə, bir gün xəbər yayılır ki, bir xarici çıxıb din əleyhinə, kim onu öldürsə mükafat verəcəklər. Bu oğlan eşidir, gəlir anasına deyir ki, ana gözün aydın olsun, bir mükafat təyin ediblər, bir nəfər dinsizlə vuruşub, gəlib səni aparacam Hüseynin görüşünə. Anası deyir ki, bu küfəlilərə çox etibar eləməz, soruş gör kimdir o adam. Bir gedim, gəlir Aşura günü çatır ora. Ömər Sərdə deyir ki, bir başçı kimdir qoşunda, deyir Ömər Sərdə. Deyir ki, mən gəlmişəm mükafat üçün. Bir yaxşı vaxtında gəlmişsən, orada bir yaralı var, dinsiz adamdır, kafir adamdır. Başın kəs, bədənindən ayır, gəl mükafatı al, get. Şair belə yazır ki, əldə xəncərlə bir qodalə yetişdi nigaran. Gördü bir yarəlidir, sinəsi peykan dolusu. İki ziba gözünün kasələri qan dolusu. Tir o xəncər əlinə vermiş əcəl naməsini. Dağıdıb nizələr əynində olan caməsini. Tazə yaquti edib qan yaşıl əmmaməsini. Baxır, öz-özünə danışır. Bir razı həqqim əcəba bəndə-i zibatəri var. Bir ilahi, bundan gözəl bəndə var görəsən. Bu gözəl qamətə səd heyf ola qan bəstəri var. Surətindən ki, Hicaz əhlinə çox bənzəri var. Öz-özünə deyir, mənə isbat deyil, bu yaralı mücrimdir. İlahi, gözün açsaydı, danışsaydı, bilərdim kimdir. Kəş danışardı, görüm kimdir bu. Şair yazır, gördü mehmanını avarə rəis-üs səqələyn. Cəddi Peyğəmbər öpən gözlərini açdı Hüseyin. Baxdı, dedi ki, Yaqub, gəlmisən başımı kəsməyəsən, zib elə, kəs başımı. Fikr eləmən mane olun feyl və mən. Amma başımı kəsəndən sonra tez qayıt, get, müntəzirim var, gözləyənim var, edir əs-saət dua, İbn-i Sədə başımı vermə, apar ver anıva. Bir baxır, deyir ki, ağa, sən kimsən? Adını çəkməmiş, adını hardan bildin? Nə bildin ki, məni anam göndərib buram? Deyir ki, ya bu, o Hüseyin ki, tökülür, zülm ləqanı o mənəm. Adı olmuş anavın bir zəbanı o mənəm. Get anava dinən getməyin Yəsribə, təğyir məkan etdi Hüseyin. İtrətin çöllərə saldı, nigaran etdi Hüseyin. Anası Fatimənin bağrını qan etdi Hüseyin. Bir baxır, deyir, ağa sənsən, sənə mənim gözüm qurban olsun, canım qurban olsun. Mən səni tanımamışam, bağışda, əlini ver əlimə, dur otur. İncidir hansı yaron, qoy ona dərman eləyim. Qoy yaralarına dərman eləyim. Bunu çox gözəl yazıb, əla yazıb. Deyir, Yaqub, neynəmək istəyirsən? İstəyirsən mən ölməyim, öldürüb fikir eləmə, tək məni xəncər yarası. Öldürübdü məni çoxdan Əli Əkbər yarası. İstəyirəm Əli Əkbər ağaya təvəssül eləyək.